Bugün Ramazanın 5-ci günüdür. Sahura durmaq isə oruçluq zamanı bəyənilən əməl hesab edilir. Çünki İslam dini insanın özünə əbəs yerə çətinlik verməsini və bədənini boş yerə zəiflətməsini istəmir. Amma bəzi insanlar var ki, onlar səhər sahura durmurlar. Həkimlər isə xəbərdarlıq edərək bildirirlər ki, səhər durmaq orqanizmin sağlamlığı üçün vacib olan amillərdən biridir. Həkim İbrahim Səfərovu eşidək. Ramazan ayında düzgün qidalanma oruç tutanlar üçün təbii ki, gün ərzində halsızlıq yaşamamaq, su balansını düzgün saxlamaq, enerjimizi qorumaq və Ramazan ayının bərəkətindən düzgün istifadə etmək üçün vacibdir. Ramazan ayında oruç tutanlar sahura mütləq durmalıdır. Sahura durmamaq gün ərzində hipoglikemiya riski yaradır, şəkərin düşməsi, baş ağrısı yaradır, halsızlıq yaradır və nəticədə iftarda daha çox qidalanma və mədə-bağırsaq sisteminin zədələnməsi deməkdir. Sahur üçün 1-2 stəkan su vacibdir. Zülal qidası, zülallı mənşəli qida vacibdir. Zülallı mənşəli qidalar orqanizmdə toxluq hormonunu sabit saxlayır. Zülal olaraq təbii ki, yumurta burada daha ideal seçimdir. Yumurta qəbulu, pendir və kəsmik qəbulu lazımdır. Karbohidrat olaraq isə 2 dilim çovdar çörəyi və yaxud qarabaşaq və ya yulaf yarmasını istifadə edə bilərik. Lif bizə vacibdir. Lifli qida olaraq təbii ki, göy-göyərti salatlarına xiyar, pomidor daxil etməklə və chia toxumundan da istifadə edə bilərik. Yanaşı olaraq mineral tərkibli qidalardan, çərəzlərdən badam, qozun qəbulu olsa daha yaxşı olar və bu formada təbii ki, sahur qidalarını istifadə edə bilərik. Sahurda vacib məsələ odur ki, ağ çörək qəbul olunmasın, şirniyyat olmaz, şirin çay olmaz, duzlu qidalar olmaz. Təbii ki, bu həm bizim enerji balansımızı pozmaqla yanaşı, həm də susuzlaşma riski yaradır. Ona görə də təbii ki, sahurda belə qidalardan çəkinmək lazımdır.